Endemik bölgələrdə müayinələr zamanı biz ən çox hansı xəstəliklərlə rastlaşırıq? Yəni günlük kolloid bu, yəni qanxanvari vəzin içərisində belə maillik düyünlər qeyd olunur. Bir də autoimmün çayı. Yəni autoimmün çayı endemik bölgələrdə biz daha çox rast gəlirik və autoimmün çayı nədir? Qanxanvari vəzin kronik irritabilik prosesidir və onu öncədən, yəni o proses müayinəsi ilə də təyin etmək olur. Amma bu proses müayinəsi ilə təyin etdikdən sonra biz qanxanvari vəziyyət hormonlarını və qanda olan antibiyotikləri istəyirik və hal-hazırda biz pasiyenti müayinə edirik. Qeyd edək ölçüləri. Öncə qanxanvari vəziyyətin qanunları 13.4, eni 16, uzunluğu 38.4 və bu pasiyentdə də yəni qanxanvari vəziyyət cüzi bir dəyişiklik var. 12.8 toplayın qalınlığı, eni 15 və uzunluğu 40.5'dir. Yəni hal-hazırda müayinə etdiyiniz pasiyentin o proses müayinəsində qanxanvari vəzin ölçüləri normaldır. İsmus 2.4'dür. Sonra biz vəzin içərisində düyün var ya yox, onu müəyyən etməyə çalışacağıq və hal-hazırda bu pasiyentdə də vəzin strukturasında hər hansı bir düyün qeyd olunmur. Sonra vaskotla rejimdə bunun vaskulizasiyası yoxlanılır. Yəni vəzin qidalanması, qanlanması nəzirdir. Yəni burada da normaldır və görüntü olaraq, ilk olaraq yəni görüntümüz normal tiroid görüntüsüdür. Qanxanvari vəzin görüntüsünü çəkeyim və bu qanxanvari vəzli olan dəyişik, yəni proses görüntüsü, yəni normal tiroid görüntüsü belə olur və hal-hazırda qanxanvari vəzin hər hansı bir ciddi bir problem qeyd olunmaz.